Bugün sonu id və ing ilə bitən sifətlər haqqında məlumat vermək istəyirəm. Sonu id ilə bitən sifətlər şəxsə, canlıya aid olur. Ing ilə bitən sifətlər isə əşyaya, yəni cansızlara aid olur. Məsələn, yazmışam, worry sözünü yazmışam. Worry narahat olmaq deməkdir. Əgər o insana aid olarsa, worried, əgər o hansısa bir əşyaya, cansıza aid olarsa, worrying kimi deyiləcək. Məsələnlər yazmışam. I am interested. Burada I canlı olduğuna görə interestdə biz id artırdıq. Və yaxud da this toy is boring. Bu oyuncaq darıxdırıcıdır. Burada oyuncaqdan söhbət getdiyinə görə biz burada bored yox, boring yazdıq. My uncle is excited. Mənim əmim həyəcanlıdır. Burada my uncle canlı olduğuna görə excited'in sonunda id əlavə etdik. Və yaxud da an accident is shocking. Bu hadisə, yəni bu hadisə, bir hadisə, hansısa bir hadisədən söhbət gedirsə, o şok edici idi, yəni təəccübləndirici idi. Buna aid məsələnlər də siz kommentlərə yaza bilərsiniz.